Məsələn, mənim o qədər də müdrik olmayan valideynlərim olub da, fəhlə olublar, sadə adamlar olublar, səhvlər çox eləyiblər. Mən gənc olanda ancaq olan səhvlərini görürdüm. Mən də. Yaşlandıqca gözəlliklərini görməyə başladım. Yaşlandıqca hətta yanlışlarında belə bir naxışın olmasını. Məsələn, mən Moskvaya Aviasiya Universitetinə, institutuna istəyirdim gedim, məktub da yazmışdım ora. Mən oradan cavab da gəldi ki, gəlin oxumağa falan. Elə sevinirdim ki, mən gedəcəm Moskvada oxuyacam, Sovet dövründə. Atam dedi ki, mən sənə pul göndərə bilməyəcəm. Get buradan gir Aziya, qayıt evdə günorta supuvu içkinə. Oo, çox, of. Hə, bir anlıq mən elə gəldi ki, mənim qanadlarımı kəsdilər falan. Kəsdi. Hə, amma ki, mən girdim orada oxudum, hər şey yadımdan çıxdı. Ən yaxşı tələbəsi oldum universitet, institutun. Orada oxuya-oxuya özümü dərk elədim və illər keçəndən sonra başa düşdüm, mən elə məhz oranı qurtarmalıydım. Və mən öz taleyimə də orada rast gəldim, həyat yoldaşımı da orada gördüm sonuncu kursda, evləndik. Nə gözəl qrupdur hər şey Allah. Amma nə bilirsiniz, bəlkə başqa bir Nataş olasıydı, orası daha qəşəng olasıydı. Yox, elə nə verirsə Allah, mən onu sevirəm. Elə könül olasıydı. Hə, Allah nə verirsə mən ondan çox məmnunam.